8 ildə eyni sözü deyirlər. Analar ağları qoyub, nə bilim, neyniyib, nə bilim, qardaş 8 ildir, sən bezmirsən sən. Belə heç kim eləməyib, sən kimi. Sən bunların gör o qədər təhlükəlidir, cəhmi səffandılar. Yəni qurban kəsmək lazımdır onları. Subhanallah. Belə şişirdərlər ya təhlükəni. Başqa təhlükələr də, o bidətlər yoxdur, ölüb bunun içində. Bunlar bunu şişirdiblər deyə, o birisi təhlükələ görsənmir. Onlarda, elhamdülillah bizdə elə deyil yəni. Biz bütün dinə müxalif olan şeyləri təhlükə sayırıq. Onların gözündə təhlükə budur. Onların gözündə təhlükə, başqa təhlükənin o qədər, yəni o qədər xırda eləyiblər ki, problem görməyiblər. Onlar problem deyil də, aydındır deyir, jurnalistlərdir falan filan. Qarda rədd elə çıx. Aydındır, qarda rədd elə çıx. Yüzünlərdə insan var ya. Bəli, gücü çatmaqdan əlavə, himmə o deyil, maraq o deyil, axı, maraq budur. Maraq bu 2 nəfərdir, bunun dalınca düşənlərdir. Mən demirəm, düzdülər falan, bundan danışmıram, kim düzdür, kim səhvdir. Yəni, qardaş bizdən çox rədd eləyən yoxdur. Amma sən tutduğun yol deyil axı bu. Sənin tutduğun yol. İndi çıxıb deyəcək ki, o qədər səhv etdilər ki, indi çıxıb deyəcək ki, nə qədər danışamalıyıq ki, nə qədər həddi var bunun. Bir dənə söz tapıblar. Nə qədər danışaq, 8 il, nə, 1 il danışaq, 2 il danışaq. O qədər cahil olasan ki, yəni savadsız. Yəni başa düşməyəsən ki, mən nə demək istəyirəm. Yəni bu sələfin yolu deyil bu yəni. Alimlərimiz də bidətdən danışıblar da, bidətçidən danışıblar, təhsil eləyiblər də. Sənə kimi heç kim eləməyib. Və bu da onu deməkdir ki, görsədir ki, Allahın rızası deyil. Oyun oynayırsan sən. Dünya da mənfəətdir. Biri çıxır, deyir ki, bir dəfə dedim, qutardı. Bir dəfə. Biri deyir ki, nə bilim, hər balaca məsələlərdir, buna görə nöş danışırsınız. Bədən çıxışlar olur, bu nə deyə, çox danışır, bu nədir? Balaca məsələlərdir, şişirdirsiniz. Şişirdən yox deyə, biz sadəcə bilirik ki, bu hara gedir. Belə fikirlər nəyə aparır?